Hörmətli izləyicilər, sizlər üçün bir dənə möhtəşəm bir villa çıxarmışam. Ev sahibinə təcili pul lazım olduğu üçün evi həqiqətən dəyər dəyməzinə satıb çıxıb gedir. Yəni bu evi kim alsa, vallahi billahi deyirəm, çox yox, harca bir 5000 maya qoysa, o da çöl hissəsinə, fasadına, rənginə, bu belə. 9 otaqlıdır. Hörmətli izləyicilər, 9 sotda 540 kvadrat 9 otaqlı bir dənə böyük villa deyəcəm sizə. Həqiqətən qiyməti o qədər münasibdir ki, vallah bu ev haqqında səhərə qədər də danışsaq kifayətsiz qalar. Evimizin ön hissəsidir. Arxa hissəsindən də evimizə daxil olmaq olur. Ev sahibi həqiqətən çox qəşəng maya buraxıb evə. Amma evi bu dəqiqə hal-hazırda maya dəyərindən də ucuz qiymətə satır. Qeyd etdiyim kimi ev sahibinə təcili pul lazım olduğu üçün dəyər dəyməzinə bu evi satır. Evimiz 3 mərtəbədir, hörmətli izləyicilər. Ümumilikdə 9 otaqda mansard daxil olmaqla. 2 dənə mətbəxi. Canım sizə desin, belə qəşəng yay mətbəxi, qış mətbəxi. Qəşəng burada manqalnisi. Qiymətin demək istəyirəm öncə, hörmətli izləyicilər, həqiqətən tələsirəm qiymət barəsində. 155 min manata deyir ev sahibi. Vallahi billahi deyirəm, bu ərazidə torpağın sotu 10-13 min arası dəyişir. Bəlkə daha da çox. Ərazi Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə. Tam asfaltın üstündə, hörmətli izləyicilər. Hörmətli izləyicilər, evimizin həyətyanı sahəsi həqiqətən təqdimat edirsən, evin sahəsi bitmir, evin otaqları da bitmir. Hələ ki evimizin həyətyanı sahəsindəyik. Belə qəşəng Dağıstan dizisindən olan itimiz də var. Sonra toyuq düzə, hörmətli izləyicilər, belə qəşəng ev sahibi, dekorativ toyuqlar da saxlayır həyətdə. Gördüyünüz kimi. Bir dənə keçək mən. Evimizin bağ hissəsidir, hörmətli izləyicilər. Ev sahibi qəşəng belə toyuqlar üçün hin düzəldib. Vaxt itirmədən, hörmətli izləyicilər, keçək evimizin iç hissəsinə sizləri tanış edim. Hörmətli izləyicilər, evimizin belə deyək, darvaza hissəsi buradan da girişi, qabaqdan da var göstərdiyim kimi. Və keçək evimizin iç hissəsinə. Hələ ki iç hissəsinə keçə bilmirik. Allah, ev o qədər böyüdür ki, həyəti bazası. Burada evimizin belə bir mətbəxi. Bu ikinci mətbəxi həyətdə. Sanitar qovşaq hissəsi, qladovkası, əlavə bir dənə sanitarı burada, kombi otağı burada. Daxil olduqda, hörmətli izləyicilər, belə bir kaldiyor hissəsi. Sağda evimizin sanitar qovşaq hissələri yerləşir, ayrı-ayrılıqda. Geniş hamam otağı yerləşir. Bu da evimizin hol hissəsi. Solda evimizin geniş bir mətbəx hissəsidir, hörmətli izləyicilər, istəmir kombiri. Hörmətli izləyicilər, pəncərələri gördüyünüz kimi raşotkadır, birbaşa öz həyətinə baxır. Belə bir qonaq otağı. Burada evimizin geniş bir növbəti yataq otağı. Ümumilikdə, hörmətli izləyicilər, 540 kvadratdır. 9 sotun içində. Burada da bir otağı, dediski otağı. Həqiqətən otaqların ölçüsü olduqca genişdir. Burada da bir dənə geniş yataq otağı. Burada da bir otağı. Qalxıq evimizin ikinci mərtəbəsinə. Hörmətli izləyicilər, ikinci mərtəbəyə qalxdıqda 4 otaq birinci mərtəbədə var. İkinci mərtəbədə də belə bir geniş qonaq otağı yerləşir, zalı. Burada evimizin mətbəx hissəsi yerləşir. Solda. 4 otaq aşağıda, 4 otaq ikinci mərtəbədə, bir dənə geniş mansarı üçüncü mərtəbədə. Çox təcili satır, hörmətli izləyicilər. Burada bir otağımız, burada geniş bir yataq otağı. Burada da bir otağı. Hörmətli izləyicilər,
Bu da evimizin geniş mansar hissəsi. İkinci və üçüncü mərtəbələrdə eyvana, balkona çıxmaq olur. Sadəcə tozludur deyə mən çıxa bilmirəm. Qiymət qeyd etdiyim kimi, hörmətli izləyicilər, həqiqətən maya qiymətinə satışdadır. 155 min manata. Allah xeyir versin.